sürprizlərim gəlib uşaqlar. Birinci məni aldatdılar. Dedilər şəkil çəkdirməyə gəlmişik. Mən də dedim ki, axı mən neçə gündür bunlarla şəkil çəkdirmişəm də. Dedim ki, hər günlər də şəkil çəkdirərik. Özü də bu viddə. Dünən də siz gəlmişdi. Sonra mənə arxadan beləsinə bir sürpriz kutu gətiriblər. Ad günümə görə. Ad günüm sabahdır. Amma sabah evdə olmayacağam. Deyirəm indi. Sənin adın nədir? Əsma. Sənin? Cansu. Sənin? Ayan. Zeyhunə. Allah sizi qorusun. Cansu hansıydı? Cansu sən idin, hə? Cansu qızım da bir mənə məktubla gül gətirib. Onu indi birazdan sizə təqdim edəcəm. Hələ YouTube-u açmamışdım. Sənə hədiyyə birazdan təqdim edəcəm. Yaxşı? Amma vermirsən də ən birinci hədiyyəmi Cansu gətirib. Cansu ilə balaca mələk idi səhv eləmirəmsə. Yox, Ayanla mən. Ayağımdan siz. İndi də mənə 2 dənə baxım görün nədir? Bunu mən özüm düzəldim. Giftbox falan düzəldim özüm. Allah yolunuz açıq eləsin. Onu da aynı səndən mənə gətiriblər. Hə, nə hədiyyə görən kimi sırazı hədiyyə istəyirsən. İstəyirsən bacıların yanına. Təşəkkür edirəm, çox sağ olun. Deməli, uşaqlar bundan heç... Burada qalırsınız siz? Bəli. Harada burada? Blokda. Bəs yaxşı, bloku hardan bildiniz mən burada qalıram? Videodan gəldim. Hardan tapdınız? Şəkildə gedib bizim məhəllədə. Bu blokda qalırsınız? Aşağıda, yuxarıda? Yuxarıda. Burada, bizim üstümüzdə. Yox, bu blokun ikinci blokunda. Hə, ikinci. Yəni eyni binada ikinci blokda. Evet arkadaşlar, gördüğünüz gibi birazdan hediyelerimi açacağım. Hiçbiri Alisa'nın değil, Alisa eləmiş. Alisa bacılar gelsin seninle oynasın. Hə? Alisa şeye düşüb, bloka düşüb. Alisa oynasın bacılar seninle. Bırak gel bacı. Get bacıların yanına. Get. Gel, Alisa gel. Gedirsən. Buraya Alisa. Gel bak, Gəl hediye ata ilə gedək. getiriblər Gəl sənə. ata ilə gedək. Allah, Gel. gel bunu yanına götür. Gəl. Allah, hediye getiriblər sənə. Ay Allah ne güzeldi. Ne güzel. Şöyle Alisa'nın arkadaşlar diyeyim size. Kızımızın başı bağlıdır. Benim halam da başı bağlıdır. Alisa başı bağlılardan korkur. Həmişə xalam bizə gələn kimi sıraz gedir o başını belə daxil çıxardır, başını açdırır. Nədirsə uşağım bilmirəm, başı bağlılardan çox korkur. Görsən bax İmini buna şey edir, ağlayır. O çağırır belə ağlayır. Göt bacı sənə hədiyyə versin. Alisa, geç. Yaxşı sən. Çox sağ ol. Sənin adın nə idi? Ayan. Ayan, sən də sağ ol. Sən də ən sakitli budur ikisini bak. Sən də sağ ol. Allah hamısını Sizin qorusun. hepsinde şey var, okudunuz mu? Hələ açmamışam. Onu indi YouTube çəkərəm, açacağım, baxacağım, oxuyacağım. Siz məktublarınızı mən oxumuşam. Baxmısınız? Bəyənmişsiniz videonu? Like eləmişsiniz? Yorum yazmışsınız? Güzel arkadaşlar. Siz də neyiniz? videomuzu bəyənirsiniz, like atırsınız, yorum yazırsınız. Like atmayı unutmayın. Başqa mənə nəsə istəyirsiniz? Xeyr. Dəqiq. Bir de benim sayfam var, Giftbox falan. Mən onu görmüşəm. Sən mən yazmısan deyirəm. Bunu paylaşım, mən də etiketləyərəm səni. Tamam. Sonra Все. Adı nədir burada da suallar dinə? falan verirsiniz. Zeyhuna Düzün deyim. Ha, bir də dinə. Zeyhuna Ay, hər gün həyatı düşür aşkım. Gətir versin, baxa bilərsən. Gel Alice gel. İndi yemək yiyib yatacaq. Biraz geçsin sonra hər gün düşürür. Atası düşürür, gələrsin. Ha, yaxşı. Yox, buradayım. Başqa sual da verirsinlər yorumlarda. Düzün deyin ha. Hayır. Siz. Siz. Niyə versinlər də? Yox Ha. Deyirəm yorumlarda verdiği suallar varsa versinlər, belə cavab verim, onu demək Ha. istəyirəm. Yox, bunlar hamısı baxanlar oxşayır. Sağ ol Yorum verənlər. yazın aşağı. Ben yorum yazmışım. Yadımda değil ne? Tamam, öpürəm sizi. Hadi. Bay bay. Sağ olun Elin. Aa, Sağ bir olun de- arkadaşlar. Ha. Bay bay arkadaşlar. Öyle her şey sizi gözlemek istedim. Ben her şey yemeği yiyende gözlerine tıkıcıya bakıyorum. Her şey mehten gelen oturam dedim ay güzel video paylaşı tez bakmalıyım. Onun gelmişti mehten gelen size çektiğim şekilde. Ha, çek dedim. Gel çekek de. Buradan çek arkadaşlar. Çık. Burada da çəkirəm. Çık 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 çık. Özüm çok pıslaşmıştım ben. Gel ayağım düştü. Ha, gel buraya. Bəs bak ya siz atsız gelirsiniz kapıyı döyürsünüz. Bay pis düşmüştü. Bacımız YouTube'da qəşəngdir, yoxsa həyatda düzün deyil. Hayır. Siz də durun da yanında. Götür şimdi. Ha. Gel. Ana qurban bax, böyündə sənin də fanatların olacaqlar. Açıqda qaratçı. Yox, sənlə deyil, sənlə deyil. Hə, gəl bura, gəl atadan tut. Hə, indi qaratçı sözündən də bir söz çıxardarsınız. Kim oldu qaratçılara? Gel. Çalışırlar. Esma. Esma düzdü. Gel. Əsas sözünə gel. Apartmanına göstər. İndi yaxşıdır. Öpdüm sizi. Hadi bay bay. Özünüzə yaxşı baxın. Yem getdi ay Allah. Yox. Allah'a get. Bu kosmetikaya oxşuyur. Göz. Görsən bəxtin gəlib boş qalmış. Çəkmişəm işte. Yenə pis çəkmisən, öldürəcəklər. Çək.
Aferin. Hadi bay bay. Sen de sağ olasın. Sağ olasın. Sağ ol elə. İspacılara sağ ol elə. Bay bay. Sağ ol elə sonra gəl oynasınlar. Sen de sağ ol elə Alice. Sen de sağ ol elə. Bay bay elə. Səni gəzdirəcəyim sənə. Bay bay elə. Şimdi sən gəzdirəcəyim, baka. İndi bunlar gidəndən sonra bunları mənimlə al, sən qanımı içəcəm. Ali sən adını qanatı giyindirəcəksən. Mənim adı kimdə? Ha. Hə, bəyazdan nə istəmirdin? Nə indi bunlar? Gəl bırak, hadi. Gel burada baxaq. Gel. Gel. Deməli, arkadaşlar. Gel burada bax. Bir yazıq uşaq mənə buket gətirib. Buna bax, siz alın. Görün buketi nə eləyib. Gəl çıxart bura, yaxşı, gəl. Gəl çıxart görək nədir? Qaldır yanma. Məktubu sonra oxuyaram. Sən üstün başın... İndi uşaqlar indi yemək yeyib Alisa bu Hə, arada. ona görə üstü o gündədir. Yəni indi bu dəqiqə yeyib. Bu nədir? Ay Allah. Bu nədir? Bəh bəh bəh. Bəs bunlar nədir? Bunlar səndə. Al, ana qurban. Götür, üstünə məktub var. Gözün məktublarını götürün. Gözlə. Gitbox'u dedi şeyim var da, Instagram səhifəm var dedi. Bunu ora üçün açaram. İndi açmayayım da, yoxsa açım bağlayaram. Görə içmə nə Açıb qoyub. orada seçərsən. Məktublar orada qoyub. Belə bir dənə sev qoyub. Onun üstündə şey var, stitch. Hə. Belə qəşəng glosslar Nə qoyub. qəşəngdir. Tam ehtiyacım olan. Bunu da çox bəyənirəm bu arada. Bundan görmüşdüm yəni səhifədə. Bir tərəfi belə, bir tərəfi də belə. Bunlar heç biri sən deyil. Başqalar. Ora qoyum. Ora qoyum. Sən mama bunları çəkmə də qızım. Ne danışırsan sen? Yaxşı, Allah xətrinə. Nəysə, mən gedim məktublarımı oxuyum arkadaşlar. Salam. Mən sizi çox sevirəm. Gözəl, səni lap çox. Ad günün mübarək. Səni çox sevirəm. Əsma. 100 yaşa. Öpürəm Əsmam səni. Təşəkkür edirəm. Bu kimdir? Bunu Cansu yazıb. O bisiklavada sakit qız vardı ya. Nömrə qoyub buraya qız. Salam gözəl bacı. Mən sizi çox sevirəm. Mənim adım Cansudur. Mən sizi ilk videoda bəri baxıram. Mənim adımı nə olar videodan çəkə bilərsən. 2 dənə nömrə qoyub mənim üçün. Sizi çox sevirəm. Adım videoda çəkərsiz. Adım Ayan. Ayan, öpürəm səni. Cansu, səni də öpürəm. Səni çox sevirəm. Gözəl. Daha sonra bu mənim nömrəmdir. Salam gözəl bacı. Necəsən? Mən Ceyhunə. Bu mənim sənə hədiyyəmdir. Səni təbrik edirəm. 100 yaşa. Səni çox sevirəm. Öpdüm səni. Pamadalarım getdi. Ver olar mənə. Getdi. Taxın boynuna. Öpürəm uşaqlar sizi. Təşəkkür edirəm. Çox sağ olun. Hər biriniz var olun. Çox sağ olun ki, bacınızı belə çox sevirsiniz. Mən də sizi çox sevirəm. Hər birinizə təşəkkür edirəm. Alisanı çölə çıxardanda inşallah bir gün həyatda olsanız verəcəm sizə, gəzdirərsiniz. Təbii ki, yanında atası ya da mən olmaq şərti ilə. Çünki sizə güvənirəm, Alisaya güvənmirəm. Göz qırpımında hər an qaçıb gedə bilər. Öpürəm sizləri. Deməli, arkadaşlar, mən səhər durmuşam. Getmişəm lazerə. Getdim özümə broşkalar falan aldım. Lazerə getdim. İndi Xalilə bizə gələcəklər. Çünki qulağıma bura piercing istəyirəm. Bura bir də bura 2 dənə deşiyim var. Mən burada bağlanıb oranı açdıracağım. Çünki yayda bilirsiniz də piercing qulaqda çox qəşəng qalır. Ona görə qulağıma piercing elətdirəcəm. Pərvanə də bilirsiniz ki, piercing ustasıdır. O da gəlib mənim üçün qulağıma piercing eləyəcək. İndi harca bir 15 dəqiqə falan gələrlər. Nəsə sözdə adam oxşuyursan. İstən sənə elətdirim burnuma. Ya da qulağıma. Bir gün sən yatdığında tabancanə sənin qulağı deşərəm ha. Nəyə zülüm verir sənə? Burana. Allah, bunun sepinə bax ya Rəbbim. Uy. Deməli, uşaqlar, Alisanı yatıstırdım. Qəşəng belə ətimiz var idi. Onu qəşəng qovururam. Biberdə, soğanda qəşəng belə. Ondan sonra qəşəng makaron süzəcəm. Papir etmişəm, makaronumuz birdən çatmaz. Makaron alsın, getsin. Bir də yorumlarda izləyicinin biri yazmışdı ki, duz qabını onun yanından qoysan, qazın yanından qoysan daha yaxşı olar.
Hə, papa yığdı deyə videom yarımçıq qaldı. Yağ qabını idi. Geçən çay qabını belə qazın böyründən qoydum. İzləyicim yazmışdı ki, oradan qoysanız daha yaxşı olar. Bunlar deyilən dəbətmirəm, yerində qalsın. Zaten o bir də izləyicimin biri də yazıb ki, bura özün üçün şampun qabı alsın, daha yaxşı olar. Onu alacağam, hələ manatlığa getməmişəm. Bir də ay qızlar yazırsınız ki, Gözəl xanım yorumlara cavab vermir. Qurban olum sizə. Siz özünüz görmürsünüz ki, mən yorumları oxuyub video şəklində sizə cavab verirəm. Allaha and olsun deyirəm. Elə bir vaxtım yoxdur ki, girim hamıya cavab yazım tək-tək. Bilirsiniz niyə vaxtım yoxdur? Misal üçün belə deyim də, baxın mən ev işlərini görürəm, tək blog çəkmirəm də, əlavə işlərim də var. Yəni belə pis çıxmasın da, hər tərəfli işləyirik də yoldaşımla. Alisanın özü tək olanda vəbşi ümumiyyətlə telefonu əlimə almağa vaxtım oldu. Video çəkib atıram qırağa yükləyirəm. Bir dənə mənim vaxtım bilirsiniz nə vaxt olur? Səhər tezəmən videonu yükləyəndə yatıram. Səhər saat edib ki 5-də qoyuram yükləməyə. Yatıram, saat 12-yə kimi 11-ə kimi paylaşılır da. Ondan sonra duranda paylaşılır da video. Duranda 1 saat ya yarım saat 40 dəqiqə belə telefonu əlimə götürürəm, tez girib yorumları oxuyuram, baxıram, görüm orada kim yazıbsa, onlara video şəklində cavab verirəm. Amma girib tək-tək hamıya cavab yazmağa vallahi billahi deyirəm vaxtım yoxdur. Deyirsiniz ki, başqaları həmişə diqqətlidir, hamıya cavab yazır falan filan. Mən belə necə deyim, məsəl üçün də götürüm sizə yalandan smile atırım və yaxud yazım hə çox sağ ol canım falan filan elədiyim şeylər olub. Yəni cavab yazdığım, vaxtım olduqca cavab yazdığım yorumlar olub. Amma mənim elə yoldan verəcək yəni vaxtım yoxdur. Mən özünüz görürsünüz ki, videoda hamısına diqqət edirəm, hamısına videoda cavab verirəm. Mənə qarşı biraz anlayışlı. Mən sizə qəti şəkildə hörmətsizlik eləmirəm. Hamınızın yorumlarını oxuyuram və onlara cəm şəkildə videoda cavab verirəm. Məncə bu sizin üçün daha yaxşıdır. Çünki görürsünüz ki, sizin dediklərinizi eləyirəm, xoşuma gəlir məsləhətləriniz, sözləriniz. Yəni ona görə sizdən bir balaca anlayış xahiş edirəm. Yeməyimiz pişsin, papa gəlsin, makaronu süzüm, keçən oturaq yeyək. Bilirsiniz ki, mama da hələ rayondadır və bugün ayın 11-dir. Axşam mənim 12-dən sonra doğum günümdür. Xalam gil gələcək, bilmirəm başqa kimlər gələcək. Amma əsas xalam gili gözləyirəm. Onların hədiyyələrini çox merak edirəm. Çünki mənə çoxlu hədiyyələr aldılar. Sabah isə ayın 12-sidir, ad günüm restorandadır. Paltarım gəlib. Bu videoda sizə paltarımı da göstərəcəm. Gözünüz burada olsun. İndi gedin yeməyimi pişirim, sonra papa gəlsin. Gələcəyinizi bilsəydim, kameramı quraşdırardım. Uşaqlar, mənim vəfalı arkadaşlarım, gecə indi məlum məsələ, ailəli də uşaqları var, qonaqları var. Bu da ki, təzə gəlin deyilən bayra çıxa bilmir 12-dən sonra. Ona görə tortumu falan indidən gətiriblər. Heç gözləmirdim, bu həqiqətən sürpriz bu oldu. Belə olur, sürpriz. Mən hələ bayaqdan da sənə yazmıram. Dedim, indi 100% Xalidə sistemi kösürdü, gələsi olmadı, ona görə narahat eləmədim. WhatsApp'da mən başıma daşdım. Mən təzə şey öyrənmişəm. WhatsApp'da hesabda atıram arşivə kim yazır, kim yazır xəbərim olmur. Amma 7%-dən gəlmişəm, milyar gəlmişəm. Hə. Yəni mənə sürpriz eləyiblər. Axşam gələ bilməyəcəklər üçün indidən gəliblər. Gerçəkdən də həqiqi. Mən də qətim patamı göstərim. Canlı. Göstərərəm. Videolarda Mənə göstərməsən də olar. Yaxdan mənə deyir. Görü bə. Gəl hadiyə götür. Bağıldı, bak götürəcək. Ya, onda belə tut kameranı, onları çək, mən geyim gətirim hamı baxsın da, canım, onlara da baxsınlar. İzləyicilər də baxsın, hə? Bilirik sabah paylaşacağım. Ona bax, az o qədər çox bilir, o qədər çox bilir. Salam. Ay bacı, Tırnaqlarım pinkdir. Bacımın soskası qalıb, verin, mənə ağlamasın. Bacımın soskasını verin. Alo, nə quba? Alo, mama quba. Hazırsınız? Ta-ta-ta-tam. Qəşəng. Oh my god. Belə bağlanmışlar. Belə. Sən niyə yerə oturdun? Paltanın uzunluğunu bilmək istəyirdim. Yox, şey deyil, çox qısa deyil, dizindən yuxarıda. Burası belə bağlanmışlar. Mənə bax. Gözəl arxasına baxın. Bundan gələcəm axı. Təzək alır. Gözəl arxasına baxın. Arkası da belə. Mənə bax. Qəşəng. İki dənə paltar götürmüsən, bir Yox, bir dənə. dənə. Elə bununla falan alacağım. Nə bilim ki, onu özüm Qaparam paltarını Yox. gətirim buğa. Yes, bir şalvar közü götürəcəm. Onu mütləq götür. Biz də götürəcəyik. Nə şalvar közü? Niyə də şalvar? Üzükdən də özüm çəkim, hə. Salam. Qaparam qaytarım buğa, yeter olmaz. Salam. Uzundur mənə üçün. Həqiqi. Dey burada da. Allah sizi mənə çox görməsin. Amin. Sən də amin. Birinci deyirəm ki, Allah sizi mənə çox görsün. Neyse arkadaşlar, ilk tortumu bunlarla kəsirəm. Çox xoşbaxt oldum. Çox təşəkkür edirəm hər birinizə. Hə, nə zaman başa düşmədi, ha sən nə deyirsən? Paltarlarını da gətirdim. Xalidən paltarını super, çox bəyəndim. Yəni tam bağlayıq. Bunun paltarını da çox bəyəndim, amma ad gün seçimində qərarsızdır. Çünki ola bilsin ki, başqasının yerində, amma demişəm o paltarı kimə sevirsən, sən öldürərəm, mənə verəcək.
Bunun paltarını görməmişəm. Xəcə bəzəkdə qalacaq. Tərcümlərində qıraqları yoxdur. Haydi, qıraqlar. Arkadaşlar, qızların hamısı getdi. Bir dənə qaldı. Bu qəssabla bir yerdə. Qulağıma piercing eləyir və mən də dedim ki, kameranı açacağam. Sizlərlə bərabər baxın, görün. Ağrıyırmı, yoxsa ağrımırmı? Qorxursan demə. Qorxursan deməyin. Çünki mən daha öncə piercing elətdirmişdim. O qədər qorxurdum ki, inanın Pərvanə eləmişdi. O qədər qorxurdum ki, dedim ay Allah bir dəqiqə ürəyim dayanacaq, amma 1 qram ağrı hiss eləməmişdim. Yəni saniyə ağrı hiss eləməmişdim. İndi o ağrını hiss eləmədiyim üçün düşünürəm ki, buranı da hiss eləmərəm inşallah. O piercingin axırı nə oldu? O piercingin düşdü getdi. Yeri bağlandı. Tabii yenidən dəyişdirmədim, amma yenidən indi qərar vermişəm. Bura istəyirəm. İndi onu da sizlərlə bərabər ya Allah. Dəllək gəlir. İnanmıram çünki qulağımın ağrısını daha o birisi prinsipdə bilirdim də çox ağrımırdı. Burası hər ehtimalla yenə də kalbim duruyor arkadaşlar. Durmasın kalbi. Sabah günümüz var. Hara durur? Hamısı bu ad günün işləridir bax. Delirdim bu kız senin. Bahar senin. Senin. Ne ki saniyəlik ağrıdır da, hə Muti? Bax bulan yerdən. Sən bilərsən də Muti, mən piercingdən başım çıxmır. Sən usta olan sənsən yəni. Prosta mən səni göstərəcəm ki, gör nətər görsənir. Getdik. Yox hələ, bir dənə gözlü göstər. Ta ürəyim sıxıldı. Nə şey eləmə. Özünə. Hə, onu aşağıdan vursaq olmaz. Buradan. Yox, oradan yox, buradan. Bunu aşağı buradan. Nətər görsənəcək? Burada iki Yaxşı, yox. tamam, tamam. Bax bir dənə burada yenə qəşəng görsənir. Əla, super. Yandıracaq gecə qulağım. Qızdırmadan öləcəm. Qızdırmadan yorursan. Qulağım qızdırır axı. Hansı qız yaşın olmayacaq. Yəqin. Hə, sən alın hələli çək oyna. Əli uşaqlar deşildi. Əllərim suyun içindədir. Bilirsiniz necə bir ağırdı? 1 saniyə. Niyə çəkmədim? Çünki bu həyəcanlanır, ona görə çəkmədim. Mən özüm də həyəcanlandım, səsim hal-hazırda əsir. Amma 2 saniyəlik ağrı idi da, yəni bu ümumiyyətlə ağrıtmadı bu qulaq dibində olan, amma bu bir damcı biçiqli xırtılsın hissələdim. Xırış olan yerdə olan qızlar möhtəşəm. Yəni çox qəşəngdir. Pəri evə də gəlir, deyirəm bilin. Elətdirmək istəsəniz evdə gəlib eləyə bilər. Qəti bu ümumiyyətlə ağrıtmadı. Haycan, duraq. Hə, duraq. Bu ümumiyyətlə ağrıtmadı, amma bu bir damcı iynənin o yana iynə vururlar, iynə girir 1 saniyəlik. Baxın elə bir ağrı oldu. Amma qulaqda həqiqətən də möhtəşəm qalır da. Yəni qulaqda çox gözəl görsənir. Saçını qəşəng yığırsan belə topuz. Möhtəşəm. Uşaqlar. Xalam bir gəlirlər. Mən də onlar üçün bilirsiniz ki, onlar hər zaman gələndə sushi istəyirlər. Yəni bəlkə deyəcəksiniz ki, nə oldu elə hər dəfə gələndə sushi verirsən, amma vallahi billahi Allah şahiddir ki, mən özüm sifariş eləmirəm də, onların özləri istəyirlər. Çünki onlar sushini çox sevirlər, sushini çox yeyirlər. Ona görə hər dəfəsində məndən sushi istəyirlər. Ona görə mən də onlara bol-bol belə sushilər sifariş elədim. İndi hamısı gəlsin, qəşəng-qəşəng açacağım. Belə bu servis eləyim, belə izin sərgəyim. Onlar gələndə də qəşəng açarım. Yəni bu onların istəyi ilə alınan bir şeydir. Yoxsa ki mənim pişirə biləcəyim yeməklər vardır. İndi onlardan pişirib qoya bilərəm. Amma Allah şahiddir ki, özləri istəyirlər. Yəni mənlik bir durum yoxdur. Ona görə də mən də xətirlərinə dəymirəm. Hər dəfə gələndə Mio Sushi'dən sifariş edirəm. Neyse, yerimi stolda biraz qavruğa eləyir. O gülləri deyəcəksiniz, niyə suya qoymamışsın? Tacir mənim güldanımı qırıb. Evdə də güldanım yoxdur. Ona görə qırıblar. Xalım qız bu arada ad günümü təbrik eləməyə gəlirlər. Ona görə mən də onları bekliyorum. Papa da gələcək. Papa da mənə hədiyyə alıb. Şimdi görək nə alıb. Sen hediyen var. Çubuklarını da koyuyorum buradan. Allah geldi. Bir hanım da alma yiyip döküp hamısını yere. Niye acaba? Bir de yine vereyim. Xalalara bax, xalalar sənin saçına baxsın.
Ne gözəl qız olub. Bu şalvarın ayağı bağlıydı. Gedək verirəm. Bunun ayağını kəsmişəm uşaqlar. Çünki belə yerimir. Yaxşı gedək onu alma verim. Deməli gələn kimdə sırası ərin yedizdirir. Deməli arkadaşlar, yedizdirin də yedizdiniz üz düşmür. Deməli xalam gəliblər amma hədiyyələrini hələ açmadım. Baxın burada da hədiyyəm var. Burada da hədiyyəm var. Burada da hədiyyəm var, en gözəlim. Papanı gözləyirəm çünki papa da mənə hədiyyə alıb. Dedim ki, xalam gəlsin, onlarla bir də hədiyyəvi verərsən. Hələ saat 12 özdə bu arada var. Birazdan da tortumuzu kəsərik. Evet, nəsə ye rahat, yaxşı ye. Deməli, evimdə xalam mənim üçün özündə var idi. Mənim üçün də aldı ki, bizim çayımız ət bağlayır da. Dedi, gündəlik bunun içində su dolur, süssün, ət bağlamayacaq. Təşəkkür edirəm bu arada, alayım da ətə. Bunu atan sən köməyə gelsən, dostum. Bunu attım şeyin içine. Yeti, bəs sizdə, oratma. İstəmirəm də yeti. Mesela ben başıma para veremem. Bu dakika götürürüm elimi de çıkıp giderim bak şey. Ala bunu. Bu da mənim Başıma ne para bildim mi? mətbəxim üçün. Yes, kartın kadın. Kartinka. Merak edirəm görüm nədir. Demişdiniz değil mi mətbəxi biz boş divara nəsə vursaq çaparmıram. Divara nəsə vursaq nə gözəl olar deyə. Bu da onun üçündür. Bizim bunlara diyersin duvarlar geçersen. Ne güzeldir. Bakın arkadaşlar. Banan. Alma. Ne güzeldir Alisa. Diğer kalan ise onu ama burada asmayacağım. Post şeklinde asacağım. Posta gösteririm. Şey, güzel. Sebetten balanı götürmez. Mənə belə gözəl duş geli alıb. Bu firma yəqin ki hamımız duş gel deyil. Nə geldi? Orada bütün karışıktır. Yəni duş gelləri falan Hər hər şey şey, var. qəşəng Biz baxırıq, şeylər, duş geli. bəli. Optionda bunun açılımını siz eləyəcəm amma firmasını yəqin ki Divardan çoxlarınız asır. tanıyarsınız. Bu firmanın ümumiyyətlə məhsullarını işlədənlər görmüşdüm. Xalam da işlədirdi, çox bəyənmişdim. O da mənim üçün beləncə şey aldı. İçində də nə var? İçində not qoymusan, sən qoymusan. Oxuya bilərəm burada. Haydi, bax. Hə, para qoydu arkadaşlar. Elə bilən məktub yazıb. Azarda da bunu belə məktub yazırlar. Məktub yazsadım ondan çox köyləyərdim. Allah'ım olsun. Neyse arkadaşlar, paralarımı gizlədim, Tacı bilməsin. Tacın hədiyyəsi nədir xəbərim yoxdur. Hələ gözləyirəm. Az qırma. Sən üstünə çıxmırlar. Ondan aldı. Baba ilə gəlsin orada. Apar bir həb bassın göyə. Apar. Apar bir həb və assın göyə. Get. Get aman qurban. Təşəkkür edirəm hədiyyələr üçün, amma hələ saat 12 deyil. Ad günümə hələ başlamağına var. Evimin dirəyi gəldi. Bu yiyiblər hamısı qaçıb, hələsi bir otaqdadır. Mən bilmirəm. Ne soruşma ayağı kim elədi? Kim elədi ayağımı, Ne qızım? hərən nə oldu? Nə oldu ayağıma? Ha, Bazin göstər ayağı. baz elədi. Dayan sənin bazı, dayan. Gəl bura hədiyyəni ver tez elə. Ömrüm. Gəl bayaqdan hamı nə deyir? Biri çək abla. Uy. Biri kimi çək otomatik güzəlini çıxarmadı. Hadi ver. Anam burada olmasa da sən analıq eləyim qalacaq. Mama almıyor, ben sen aldın sana. Sağ ol, bak güzelim. Mənim evimdə nə yox idi? Mənim evimdə nə yox idi arkadaşlar? Tapın görüm. Tapdınız? Gedəm dostlarla mənə qoyacam atmağa. Papa mənə çox gözəl bir saat alıb. Təşəkkür edirəm, tapılır. Güzeldir. Ne güzeldir. Hoşuna getdi. Süper. Çox Sen qəşəngdir. zevk var da, bu kişinin zevki var da, prosto işte de Bak buraya. istifadə ediyor yoktu. Ha, indi o asmaq. Mən deyirəm ki, bax bunu hələ asmayacağam. Siz yorumlarda yazarsınız. Hə. Mən deyirəm ki, divarın Hansı başından divardan asılsın. olsun? Amma evdəkilər deyir ki, bu divardan olsun. Səncə bu yoxsa ora? Bura. Belə. Gördün? Hə, yaxşı. Gördün? Bu deşilməlidir, hə? Bax bu divar. Bir de şurup bağlamam. Bəli. Direğini getirirsen ben Yok ana. Sen de var mı hesabı Niyə lazım? kartçıqa gətirən? Sağ olsun. Kartçıqa deyirlər. Ayşe, Novruz vaktidir. Novruz bayramı değil. Bravo. Meyve tenemez de bu. O dili alıp getirsin yedik da. Alisa Vəzifəmi yerinə yetirib səni səhər də yedim. Bir dənə səhər yedizdim də günorta, axşam. 2 gündür sən Qalını açdım. Dedim ki, həyatda çox səhvlər bırakmışam mən. hə. Gözələ qarşı. Mama dedi səndən danışırdı. Allah onu
Nəslimizə çox görməsin. Min budaq Dedim. eləsin. Allah ona 6000 budaq eləsin, min azdır. Hə, o Yeməyə görə yox, ya. Yemək onsuz da deyil. Bu da gəlib 20 manat yığıram evə. Burada yiyib dolduram evi. Sağlığı görüm. Biraz da danış başı qarışıq. Sağlığı görüm. Əlini hansı suya atsam ondan var. Nə bilim hansı kalpasan desem ondan var. Hamısı yığmısan evə. Yavaş onu yığıram. arada biraz da bura gəldi də baba. Bu nə deyir? Axırıncı əti bir yapışırdı. Mətin qalmayıb sabah. Biz ət yemirik. Mən neyinəm deyir, suşidir, ət yiyəmirəm. Kartuşka, ancaq kartuşka. Bazara sən arvadın nə vaxt gələcək Allahın köməyi ilə? Çıxsın gəlsin də evin İkinci gün işinə. gedirəm vertolyot kimi, götürüb gəlirəm. İkinci gün. Bugün neçənci gündür? Heç nə, sabah bazardır. Bazardır sabah. 1, 2, hə. Baba git götür gəl Allah. Allah heç bir arvad. Arvad heç bir ev arvadsız qoymasın. Amma biraz qalsa yaxşıdır. Masaj zada görə deyirsən. Ümumiyyətlə sakit. Maşallah deyən kimi o sakitçi o da köpəyim mən burada əziyyət çəkirəm. Deməli arkadaşlar bu yaxlarını deyirəm ki, mən bir yeməyi pişirib 3-4 gün yeyirdim. İndi bir yeməyi pişirib acı bir günə qutarır. Sən kim deyir ki, qaynatanı çağır bura? Sən mən burada oturum yeyim sən orada az qal. Mən yeyirəm, zaten yeyirəm. Sən yeyirsən nə prosta mən istəmirəm. İki ayaqlar almışam. İkisini içimə yeyir, ikisini içimə yeyir. Danışın başı qarışdı. Ay, təşin olur. Oynayım be Allah. Git ye də rahat. Sən hamısını mənə saxlamışdın. O bilsə, baba o hamısını ona saxlamayım. O bazı üstünə qışqırdı ki az ye, sənin adından saxladım da özü yeyir. Buna beşət, bax. Bazı küstürdün da özü yeyir. Yaşıldan ye, bundan ye. Happy birthday, happy birthday Alacaq getir. to you. Sabah baxın, çok karışım oldu. Sən nə edirsən? Burada filmlərin şey var mı? Söyle, şam biraz atmıştı. Yok, ana gün çəkməsin. Hansı var? Bizim ana, ikisi de. O niyə çəkmir bunları? Aa sen çəkmə yox. Hə, başa düşdüm. Can, çox sağ ol. Sınavın qoydum. Şu an çok da değil. Şakir, ben alan günden almışam, sen Sağ ol. Ve sen planlamışsın. Her söyleyip tohumlarını nasabilirsin bunu. Teşekkür ederim. İşte sabah, nasıl milliyet atsa. Sen durumsuz oturun, hoş geldiniz. Ben de espri oturmuyorum. Dedim ben adam çağırır. Kim Allah falan. Sağ ol. Nefesiz. Bu gece burada üstü altı. Teşekkür ederim. Mehter de vazgeçme. Ben eləmirəm. Yadımızdan Ya arkadaşlar. Kikon məhsullarıdır, görsünüz. Unutmayın. Maşallah. Görsən, oğlanlar var, şərait də var, hər şey var, hər şey var. Sağ ol ya. Teşekkür ederim. Yani, ben bak bunu gördüm o bize diye hayattan çıktı. Çok sağ ol. Niye sen bu kadar pul ver? Bunu vererdim ben ki başka şey verirdim de. Bu yerler yaxşı çək. Teşekkür ederim. Ama buna çok sevindim. Kiko'nun dersini tarzdan istemiştim ama bu yıl dememiştim de. Demiştim ki sen ben bu yıl kaldığım yanılsam. Aldım da, hayır yox. Teşekkür ederim. Gələn İslam'a. O bak o kadelli gel. Az qızımın da, samısı qoyar. Ali sen gözüm bak bana bu sefer sen Allah, an veririm Allah'a. Görsəni almışam, görsəni almışam. Görsəni almışam. Lazım değil. Hadi seni telefon odaklar yani. Tamam. Hamı el çalsın. 1, 2, 3. Aferin. Aferin sənə. Aferin. Ev tortudur. Buna ben verebilirim. Yeysən sən də. Azin açsın, azin açsın. Ondan diye verelim. Öyle. Şimdi də. Özün barmağını vur onda, barmağını vur. Ne oluyor? Bundan yiyeyim. Bu ev tortudur. Kesin. Durum boş saklıyor. Ay da bu ne tatlı diyeti. Ay da Kremi qəşəng. Xəstə misin sen onu? Az da adam bundan Sen yeter yeter. Ev tortudur. Çəkim mi hələ? Oradan eləyir. Hansı yedim Davam edeyim. Ha yok hastaydı. Evet arkadaşlar, doğum günü çocuğu. Hediyelerim olan kısma, yani sizin de sevdiğiniz, ben de çok çok sevdiğim. İlk önce kocamın hediyesini göstermek istedim. Tacım bana bu güzel günləri Ah, alıb çiçəyimlə. təşəkkür edirəm və bilirsiniz ki, mən Tacirdən günlər YouTube'da onu demişdim yoxsa yox, amma hər zaman demişdim ki, səndən Kiko'nun dəstini istəyirəm. Bunları Taci xalamdan yardım istəyib, xalam gelib hamısını tək-tək alıb yığır. Yəqin ki, sənin çox pul düşməsin deyə karandaşları çox seçib. O bilsən Nə? o
xəyali. Mən dedim ki, bax sənə. Dedim bax, Ona görə demirəm. hər şey olsun dedim içində. Nəyi varsa hamısını. Amma ilk öncə sən nəyə baxmaq istəyirəm buna? O nədir ki? Allah'a. Neyse bu benim kendi istediğim bir şey. Görək burada ne var? Bu Səmanın hədiyəsidir. İlk önce Səmanın hədiyəsini açayım. Yok, Səma yok. Bu Anarın idi, Səmanın. Bilmirəm. Sumkadırsa Anarındır. Hə, Anarın. Bəlkə ikisi də sumkalı. Yok. Chris Bella'dır bu. Bu ikisi də sumkala bilər. Hə, Anar mənə ziyafət şeyi dedi almışam. Çanta. Bəlkə bu da sumkadır. Çantadır. Çünkü o birisi Anar dedi ki, sənə şey almışam. Ziyafət çantası. İndi onda çanta olmasam da bunu bizim Anar alıb. Alisa Toys'da işləyən. Bilmirəm ki. Çox bəyəndim. Bunu kim alıbsa təşəkkürümü bildirirəm. Çox qəşəng, özü də modlu çantadır. Ən sevdiyim. İçində şey də var, hə? İçindən asılı. Çiğnəməsi də var. Bu çantamız. Bu nədir? Alex. Hə, bu nədir? Hə, bunu o birisi Anar alıb, bizim Anar. Bunu Səmanın Anara alıb, bunu bizim Anar alıb. Mənə belə ziyafət çantası alıb. Sağ olsun. Həqiqətən ziyafət çantam yox idi. Təşəkkür edirəm. Elə sabah gedəndə özümdən götürərəm. Kakaz ayaqqabımla da gedir. Hə? Təşəkkür edirəm Anar. Zövqünə bayıldım. Ziyafət çantam. Bunu kim alıb? Onu Rüyayla alıb. Diğer xalam alıb. Gözlüyüm indi göstərəcəm. Çantalarımın ikisini də bəyəndim. Kızlar ümumiyyətlə bilənlər bilir ki, mən çantalarımı çox sevirəm. Bunu diğer xalam alıb. Gət açın verim. Original. Biz original insanlarız hayatım. Biz saxtakarlığı sevmirik. Buna görə ağzını. Kamera olmasa da ağzını tutacaq. Olsa da ne dəyişir. Mən əslində heç gül sevmirəm. Ne yalan deyim. En sevdiklerim. Nədir o? Bu buradan gösterdi. Saç şampunu, el kremi, tavan kremi. Bu çok güzel bir settir bu arada. Saç balzamı, yok bu beden skrabıdır. Bu saç maskasıdır. Tam ihtiyacımız olan şey aşkım. Bu nədir ki? Beden geçen Doğru. şapkası. Bu neydi? Maskadır. Kisə. Evet, bu da kisəsi. Bayıldım. Teşekkür ederim. İşlədəcəyim şeyləri görəndə sevinirəm. Ne yalan deyim. Əsas da bu. Bu saç üçündür, görsən bədən üçündür. Bədən üçündür, yamadı. Bədən üçündür var ya, yəqin şampun yuyursan. Taban üstündür məncə o. Şotka diyor aşkım, yumuşak şotka. Bəlkə paltar şapkası. Hə, şeyin içində koyuram. İndidən hər birinizin təbriklərini oxuya bilirəm və hər birinizə təşəkkür edirəm. Çox sağ olun, var olun. Əsas ad günüm sabahdır, doğum günüm. Bu gündür, tamam. Burada. Asanın. Mənim bir dənə xalam var ya, səhər. Bunu xəyalə verib. Sağ olsun. Bunu isə diğer xalam verib. Təşəkkür edirəm hər ikisinə. Verməm. Öpürəm ikisini. Özü Allah adından yığılan pullarını sabunun içine koyacağım. Yaxşı. Vallahi görüm indi kızlar mənə hədiyyədən puldan nə vəşvə olmuşsun bunun içine yığacağım. Axırda da gəlib bir də sayacağım. Allah haqqı deyəcəm ki kim nə qədər verib. Ayşe şükür eləmişdi bir də mən deli eləyəcəm. Neyse zarafat edirəm. Amma bu mənə lazımdır sabahlar. Bunun içine yığacağım paralarımı. Təbriklərinizi oxuya bilirəm indidən. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Yeni yaşımda Tali orada olacaq desəm. Biraz önce video paylaşırken altına yazmıştım ki
qızım olmamışdan öncə, yəni ailə qurmamışdan öncə hər yaşıma gələndə fərqli xəyallar qururdum. Amma artıq övladım var, ailəm var və inanın o qədər istəyirəm ki, Alisanı böyüdüm. Bunu bütün qəlbimlə deyirəm. Alisanı belə güclü bir xanım eləyim, bir qız eləyim, sözünü deyə bilən, bacara bilən, ətrafda nə qədər pis insanlar var, onlarla mücadilə edə biləcək bir övlad yetişdirmək istəyirəm. Mərhəmətli ən önəmlisi, sevgiyə möhtac olmayan, sevgi ilə, qayğı ilə böyüyən bir övlad yetişdirmək istəyirəm. Onunla çoxlu anılarım olsun istəyirəm. Mən misal üçün özümün uşaqlığımla bağlı xatırladığım heç nə gözəl bir anım ümumiyyətlə yoxdur. Ay deyim parka getmişəm, ay deyim atamla gəzməyə getmişəm, anamla gəzməyə getmişəm, nə bilim anam saçımı sağlayıb, atam saçımı sağlayıb. Heç vaxt elə bir anılarım olmayıb. Çünki mən bilirsiniz də nənə yanında böyümüşəm, xalalarımla böyümüşəm. Ona görə mən xalalarıma çox bağlıyam. Mən bəzən suallar verirsiniz ki, niyə məhz anamla, filan kəslərlə, bacımla, qardaşımla soyuqsan? Amma elə deyil. Mən onları çox az görmüşəm. Yəni özümdə əksik olan nə varsa, hər birini övladımla tamamlamaq istəyirəm və bunun üçün Allahdan özümə ilk öncə can sağlığı, çox belə uzun ömür istəmirəm. Yəni zaten qurban Allaha ömrü verən, sağlığı verən Allahdır ilk öncə də. Özümüz də təbii ki qorumalıyıq, amma Allahın əlindədir hər şey. Mən sadəcə olaraq qızımı gözəl bir övlad, xeyirli bir övlad, mənə xeyri deyil də, mənə o hər şeylə qəbuldur. Amma belə deyim də, misal üçün cəmiyyətdə böyür də, insan içinə çıxır. Kimsə deməsin ki, hə savadsızdır, hərdən tərbiyəsizdir, hə pis uşaqdır. Yəni yaxşı şeylərlə böyüməyini və yaxşı şeylərlə örnək olmağını istəyirəm. Allahdan bunun üçün özümə can sağlıq arzulayıram ki, mən arzuladığım, yaşamadığım nə qədər əksiyim varsa hamısını qızımla tamamlayım. Yəni yeni yaşımda, 27 yaşım tamam oldu bu arada. Özümə tək arzularım bunlardır. Sizin də mənə nə arzunuz varsa, indidən hər birinizə təşəkkür edirəm. Sizləri çox sevirəm. Zaman tez keçir, ömür tez keçir. Bugün varıq, sabah yoxuq. Qəlb qırmağa, artıq əski sözlər yazmağa. Məncə insanlar, hər kəs məncə öz işi ilə məşğul olsa, hər kəs, hamıya aiddir, mənə də aiddir, qarşımdakilərə də aiddir, izləyicilərə də aiddir, hər kəsə aiddir. Hər kəs öz işi ilə məşğul olsa, öz həyatına baxsa, məncə dünyada pis insan olmaz. Yəni dünya çox gözəl bir yer olardı. Yəni dünyamız zaten gözəldir. Kim istəyər ki, bu cür neymət, bu cür həyatı yaşamasın. Sadəcə olaraq vicdanlı olmaq lazımdır və mən də çox şükür Allaha ki, çox vicdanlı bir insanam. Allah məndən razı olsun. Mən Allahdan çox razıyam. Allah əsas məndən razı olsun və düşünürəm ki, Allah hər zaman bu sözü demişəm ki, Allah hər kəsin qəlbinə görə versin və çox şükürlər olsun ki, Allah da mənim qəlbimə görə qarşıma yoldaş, ailə, nə bilim, övladım, bir daha yoldaşım, qaynanam, qaynatam, öz ailəm, sevdiklərim, belə bir ortamdayam hal-hazırda. Çox şükürlər olsun Allaha. Mən Allahımdan çox razıyam, mənə verdiklərindən və aldıqlarından çox razıyam. Təşəkkür edirəm, sizdən də çox razıyam. Hər birinizi çox sevirəm. Öptüm sizləri, sabah doğum günümdür. İnşallah sabahların partidə görüşərik. Bye bye.